Kirayə qaldığım evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm. Part 7. Bu dəfə rəqs dərsi keçdiyim bu otaqdan başlayıram. Otağın tavanı gördüyünüz kimi nəmişlikdən bu hala gəlib. Təbii ki, görüntü olaraq da heç də xoş görsənmir. Ona görə də elə ilk tavanı təmizləməkdən başlayıram. Xlorla təmizləyəcəyim üçün saçımı, başımı, hər yerimi örtdüm. Təbii ki, örtə bildiyim qədər və ardınca isə stulun köməyi ilə tavana xloru püskürməyə başladım. Adicə bu proses belə çox vaxtımı aldı. Çünki hər dəfə xloru püskürəndə onun damcıları düz üzərimə doğru gəlir deyə ara fasilə verməklə davam edə bilirdim. Bütün tavana xloru istifadə edəndən sonra yaş dəsmalla bir-bir təmizləməyə başladım. Elə ən çətin prosesi isə bu idi. Tavan hissəsi gördüyünüz kimi qara ləkələrin az olduğu isə tam təmizləndi, amma nisbətən tünd və sarı olan hissələr isə tamamilə təmizlənmədi. Mənim isə artıq yuxarı baxmaqdan həm qollarım, həm də boynum ağrıyırdı. Ən azından əvvəlki qədər pis görüntü yox idi. Tavanı bitirdikdən sonra keçirəm pəncərələri silməyə. Artıq deməsəm də bilirsiniz ki, bu mənim ən sevdiyim işdir. Keçən dəfə paylaşdığım vloqların birində bir izləyici pəncərələri duş gelinin suyu ilə təmizləməyi tövsiyə etmişdi. Mən də elə onu yoxlamaq istədim və eyni qaydada təmizlədim. Sadəcə pəncərənin çöl tərəfdə reşotkalar var deyə çöl tərəfdən yaxşı təmizləyə bilmədim. Burada isə Lucy'nin balaca dostu gəlmişdi bizə qonaq. Amma pəncərədən içəri keçə bilmədi deyə qaçdı getdi. Pəncərələri bitirdikdən sonra keçirəm boy güzgüsünü təmizləməyə. Aynaları təmizləməyi sevirəmmiş kimi bir də bu boyda güzgü var otaqda. Hər nəsə onu da deyinə-deyinə bitirdim. Arada Lucy'yə sevgini verməyi də unutmuram. Sağ olsun bütün işlərimdə enerjisi ilə mənə kömək göstərib. Ataplenyaları silməyi unutmuşdum. Tez bazar onları da sildim. Ayrıca isə otaqda nəmişlik olduğuna görə bəzi hissələrdə divar kağızları açılmışdı. Onları da kağız kleyi ilə yapışdırdım. Düzü bu qədərini gözləmirdim, amma çox gözəl də yapışdırdı. Hazırda otaqda istilik var deyə nəmişlik də artıq azdı. Əvvəl nəmişlikdən divar kağızının üstü belə yaşı idi. İndi isə yavaş-yavaş bərpa olunur və mən də əlimdən gələnlərini edirəm. Təbii ki, yaşadığım yerim könlümə xoş gəlməsi üçün. Bütün aboyaları yapışdırıb bitirdim. Ardınca da polu süpürdüm, sildim. Bugün ancaq bu qədər iş görə bildim, çünki tavanı təmizləmək məni həddindən artıq çox yordu. Amma növbəti vloqda isə dəyişikliklər edəcəyik. Əgər nəticə maraqlıdırsa, izləmədə qalın.